Ermənistanın hərbi təlim meydanında bir silah peyda olur. İstehsalçısı İran. Ermənistan Avropaya yaxınlaşır. Qərblə hərbi əlaqələrini genişləndirir. Rusiyadan uzaqlaşır. Amma eyni vaxtda İranın istehsal etdiyi hava hücumundan müdafiə sistemini öz ordusuna göstərir. Bu adi silah alışı kimi görünə bilər. Amma əslində Cənubi Qafqazda daha böyük bir oyunun izlərini göstərir. Çünki İran hazırda Amerika Birləşmiş Ştatları və Avropanın əsas geosiyasi rəqiblərindən biridir. Tehrana qarşı sanksiyalar var. Qərb İranın regional təsirini məhdudlaşdırmağa çalışır. Ermənistan isə həmin Qərbin siyasi və təhlükəsizlik dəstəyini getdikcə daha çox qəbul edir və bütün bunların arasında İranla hərbi əməkdaşlığını qoruyur. Ən maraqlısı, İrəvan bunu gizlətmir. Ermənistan ordusunun təlimlərində İran istehsalı Əqrəb, yəni Majid sistemi nümayiş etdirilir. Həmin təlimlərdə Hindistanın Akash sistemləri görünür. Beləliklə ortaya qəribə bir mənzərə çıxır. Bir ordunun arsenalında Hindistan var, İran var. Qərbin təsiri artır, Rusiyanın çəkisi azalır. Bəs bu ziddiyyətli siyasətdir. Yoxsa İrəvan əslində çox konkret bir strategiya həyata keçirir. Məhz burada məsələnin ən vacib hissəsi başlayır. Çünki Ermənistanın əsas problemi silah çatışmazlığından daha böyükdür. Söhbət təhlükəsizlik sisteminin dəyişdirilməsindən gedir. Uzun illər Ermənistan üçün bu sistemin əsas dayağı Rusiya idi. Silah təchizatı Moskvadan gəlirdi. Hərbi əməkdaşlığın əsas istiqamətlərində Rusiyanın çəkisi vardı. Təhlükəsizlik modelinin mərkəzində də Moskva dayanırdı. Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonra isə bu model sürətlə dəyişməyə başladı. İrəvan Moskva ilə məsafəni artırdı, qərbə yaxınlaşdı. Avropa ilə siyasi və təhlükəsizlik əlaqələrini genişləndirdi. Lakin burada bir problem var idi. Coğrafiya. Ermənistan Avropaya yaxınlaşa bilər, amma coğrafi olaraq Avropaya çevrilə bilməz. Ölkənin sərhədləri dəyişmir. İran yenə qonşudur. Türkiyə yenə qonşudur. Azərbaycan yenə qonşudur. Rusiya ilə münasibətlər pisləşsə də Moskva regionundan yoxa çıxmır. Deməli, İrəvanın yeni təhlükəsizlik modeli yalnız Brüssel və Vaşinqtonla qurula bilməz. Politoloq Asif Nərimanlının qiymətləndirməsinə görə Ermənistanın əsas məqsədlərindən biri təhlükəsizlik təminatlarını şaxələndirməkdir. Yəni, İrəvan bir təhlükəsizlik mərkəzindən asılı qalmaq istəmir və İran məhz bu nöqtədə Ermənistan üçün əhəmiyyət qazanır. Çünki İran uzaq tərəfdaş deyil, qonşudur, regional aktordur. Ermənistanın təhlükəsizlik hesablamasına birbaşa təsir edə biləcək imkanlara malikdir. Bu isə Qərbin verə bilmədiyi bir üstünlükdür, coğrafi yaxınlıq. Amma İranın Ermənistanla maraqlanmasının səbəbi də yalnız dostluq deyil. Tehran özü də Cənubi Qafqazda dəyişən qüvvələr nisbətinə uyğunlaşmağa çalışır. 2020-ci il müharibəsindən sonra regionun geosiyasi mənzərəsi ciddi şəkildə dəyişdi. Azərbaycanın mövqeyi gücləndi. Türkiyə ilə Azərbaycan arasında strateji əməkdaşlıq daha da dərinləşdi. Nəqliyyat və kommunikasiya marşrutları ilə bağlı yeni layihələr ön plana çıxdı. İran isə regiondakı təsir imkanlarının zəifləməsi riskini gördü. Bu şəraitdə Ermənistan Tehran üçün daha böyük əhəmiyyət qazandı. Çünki Ermənistan İranın Cənubi Qafqazdakı mövcudluğunu qoruması üçün mühüm tərəfdaşdır. Beləliklə, iki fərqli maraq bir nöqtədə kəsişir. İrəvan təhlükəsizlik alternativi axtarır, Tehran regional təsirini qorumaq istəyir. Nəticədə əməkdaşlıq yaranır və bu əməkdaşlıq təkcə silahla məhdudlaşmır. Siyasi əlaqələr davam edir. İqtisadi münasibətlər genişlənir. Təhlükəsizlik sahəsində təmaslar qorunur. Amma burada daha böyük sual meydana çıxır. Əgər İran və Ermənistan arasında bu qədər yaxınlaşma varsa, Qərb niyə buna sərt reaksiya vermir? Cavabın bir hissəsi Qərbin Ermənistanla bağlı əsas strateji prioritetində gizlənir. Vaşinqton və Avropa üçün Ermənistanın Rusiyadan uzaqlaşması mühüm məsələdir. Çünki Moskvanın Cənubi Qafqazdakı təsir imkanlarının azalması Qərbin regional maraqları ilə üst-üstə düşür. İrəvan isə bu istiqamətdə artıq ciddi məsafə qət edib. Amma Qərb üçün başqa bir reallıq da var. Ermənistanın təhlükəsizlik ehtiyaclarını tamamilə öz üzərinə götürmək asan deyil. Çünki Ermənistanın qonşuları var və
və bu qonşularla münasibətlər ölkənin təhlükəsizlik siyasətini birbaşa müəyyənləşdirir. Qərb Ermənistana siyasi dəstək verə bilər, hərbi əməkdaşlıq edə bilər, təlimlər keçirə bilər, silah və müdafiə imkanlarının inkişafına kömək göstərə bilər. Amma İranı Ermənistanın xəritəsindən silə bilməz. Əgər İrəvan Tehranla müəyyən əlaqəni öz təhlükəsizliyi üçün vacib hesab edirsə, Qərbin qarşısında seçim yaranır. Ya Ermənistanın bütün regional əlaqələrinə müdaxilə etmək, ya da əsas strateji hədəfə Rusiyanın əvvəlki dominant rolunun zəiflədilməsinə fokuslanmaq. Hazırki mənzərə ikinci yanaşmanın daha real olduğunu göstərir. Yəni Qərb üçün Ermənistanın bütün tərəfdaşlarını dəyişməsi mütləq şərt olmaya bilər. Əsas məsələ onun Moskvanın təhlükəsizlik orbitindən çıxmasıdır. Amma İrəvanın seçdiyi model risksiz deyil. Əksinə, tərəfdaşların sayı artdıqca balanslaşdırma problemi də böyüyür. Qərb Rusiyanın təsirini azaltmaq istəyir. İran regiondakı mövqeyini qorumağa çalışır. Hindistan Ermənistanın əsas silah təchizatçılarından birinə çevrilir. Rusiya isə əvvəlki təhlükəsizlik rolunu itirsə də regiondakı geosiyasi çəkisini tam itirməyib. Ermənistan bütün bu qüvvələrin arasında özünə manevr sahəsi yaratmağa çalışır. Hindistandan alınan silahlar da bu mənzərənin bir hissəsidir. Asif Nərimanlının qeyd etdiyi kimi Ermənistanın əldə etdiyi bəzi Hindistan sistemlərinin Fransa-Hindistan müdafiə əməkdaşlığı ilə əlaqəsi də var. Bu isə İrəvanın silahlanma siyasətində Qərbin dolayı iştirakını da gündəmə gətirir. Beləliklə, Ermənistanın müdafiə sistemi tək bir istiqamətdə formalaşmır. Müxtəlif ölkələrdən müxtəlif imkanlar cəlb edilir. Məqsəd isə bir mənbədən asılılığı azaltmaqdır. Lakin bütün bu hesablamaların mərkəzində yenə Azərbaycan və Türkiyə dayanır. Çünki Ermənistanın təhlükəsizlik problemi yalnız Rusiya və Qərb arasında seçimdən ibarət deyil. İrəvanın regional təhlükəsizliyini ən çox müəyyən edən amillərdən biri Azərbaycanla münasibətlərdir. Digəri isə Türkiyə ilə əlaqələrdir. Azərbaycanla sülh prosesinin tam və davamlı nəticəyə çevrilməsi Ermənistanın təhlükəsizlik hesablamalarını dəyişə bilər. Türkiyə ilə sərhədlərin açılması da eyni nəticəni yarada bilər. Çünki Ermənistanın regional təcrid hissi azaldıqca xarici təhlükəsizlik dayaqlarına ehtiyacı da dəyişəcək. Başqa sözlə, İranın Ermənistan üçün əhəmiyyəti müəyyən mənada regiondakı digər münasibətlərin vəziyyətindən asılıdır. Əgər İrəvan Bakı və Ankara ilə uzunmüddətli etimad mühiti yarada bilsə, Tehranla əməkdaşlığın strateji çəkisi də dəyişə bilər. Amma həmin günə qədər İran Ermənistan üçün regional alternativ olaraq qalır. İndi başlanğıcdakı görüntüyə qayıdaq. Ermənistan ordusu, İran istehsalı Majid, Hindistanın Akash sistemləri, Qərblə genişlənən hərbi əlaqələr və Rusiyadan uzaqlaşan İrəvan. Bütün bunlar bir-birindən ayrı hadisələr deyil. Bunlar Ermənistanın yeni təhlükəsizlik modelinin parçalarıdır. İrəvan artıq əvvəlki kimi bir mərkəzə söykənmək istəmir. Moskvanın yerinə avtomatik olaraq Vaşinqtonu və ya Brüsseli qoymaq da mümkün deyil. Buna görə Ermənistan paralel istiqamətlər qurur. Qərbdən siyasi və təhlükəsizlik dəstəyi alır, Hindistandan silah əldə edir, İranla regional əməkdaşlığı qoruyur və bütün bunların fonunda Azərbaycan və Türkiyə ilə münasibətlərdə yeni reallıq yaratmağa çalışır. Bu strategiyanın üstünlüyü aydındır. İrəvanın seçim imkanları artır. Amma zəif tərəfi də eyni dərəcədə aydındır. Bu qədər fərqli güc mərkəzini eyni anda balanslaşdırmaq getdikcə çətinləşir. Çünki bu oyunçuların maraqları hər zaman üst-üstə düşmür və Ermənistan üçün əsas risk də məhz burada yaranır. Çoxsaylı tərəfdaşlara sahib olmaq başqa şeydir. Onların arasında geosiyasi balansı qorumaq isə tamam başqa. Nəticədə Ermənistanın İranla hərbi əməkdaşlığını yalnız İran silahı alındı səviyyəsində qiymətləndirmək kifayət deyil. Burada daha böyük proses gedir. Ermənistan Rusiyanın əvvəlki təhlükəsizlik rolundan uzaqlaşır. Qərbə inteqrasiyanı sürətləndirir. Hindistanla müdafiə əməkdaşlığını genişləndirir. Amma regional coğrafiyanın diktə etdiyi səbəblərdən İranla əlaqələrini də saxlayır. Qərbin buna tam qarşı çıxmamasının əsas səbəbi isə Ermənistanın bütün əlaqələrini dəyişdirməkdən daha çox onun Rusiya asıllığından çıxmasını prioritet hesab etməsi ola bilər. İrəvanın strategiyası bir cümlə ilə belə ifadə oluna bilər. Bir təhlükəsizlik çətirindən çıxıb bir başqasının altına girmək yox.
mümkün qədər çox çətinin altında qalmaq. Amma bu modelin gələcəyi birbaşa regiondakı güc balansından asılı olacaq. Azərbaycan-Ermənistan münasibətləri, Türkiyə-Ermənistan əlaqələri, İranın regional mövqeyi, Rusiyanın Cənubi Qafqazdakı gələcək rolu və Qərbin Ermənistanla bağlı uzunmüddətli strategiyası. Bütün bu amillər dəyişdikcə İrəvanın hesablaması da dəyişəcək. Hələlik isə ortada kifayət qədər aydın mənzərə var. Ermənistan Rusiyadan uzaqlaşır, Qərbə yaxınlaşır, Hindistandan silah alır və İranla hərbi əməkdaşlığı davam etdirir. Bu sadəcə ziddiyyət deyil. Bu İrəvanın təhlükəsizlik boşluğunu müxtəlif tərəfdaşlarla doldurmaq cəhdidir. Amma tarix göstərir ki, böyük güclər arasında balans qurmaq yalnız imkan deyil, həm də ciddi riskdir və Ermənistanın qarşısında indi əsas sual budur. İrəvan bu çox vektorlu təhlükəsizlik siyasətini özü idarə edə biləcək, yoxsa bir gün bu tərəfdaşların bir-birinə zidd maraqları Ermənistanı seçim etməyə məcbur edəcək? Cənubi Qafqazda növbəti böyük geosiyasi sınağın əsas suallarından biri məhz bu olacaq. Jalə Rövşən, Namiq Abbasov, Today Press TV.